Gəldik Romanın imperiya dövrünə. Roma imperiyasının əsasını eradan əvvəl 27-ci ildə Oktavian qoymuşdu, yəni Oktavian Avqust qoymuşdu və bununla da Romada respublika quruluşu dağıldı, imperiya, yəni ki, monarxiya, tək hakimiyyətli quruluşu başladı. Roma imperiyasında uşaqlar respublika dövründəki bəzi vəzifələr saxlanılırdı, yəni bəzi idarə etmə üsulları saxlanılırdı. Bunlardan biri konsul idi, digəri isə senat idi. Baxın, senat və konsul vəzifəsi saxlanılsa da, bunlar əvvəlki işlərini görmürdülər. Yəni səlahiyyətləri nə olmuşdu bunların? Məhdudlaşdırılmışdı. Bunu yadda saxlayın. Yəni ki, bəzi testlərdə deyər ki, səsə imperiya dövründə konsul dövləti idarə edir. Yox, konsul səlahiyyəti məhdudlaşdırılıb. Dövləti təbii ki, kim idarə edəcək? İmperator. Orduya kim başçılıq edəcək? İmperator. Yəni ad olaraq qalmışlar, amma əvvəlki işlərini görmürdülər bu konsuldan senat. Buna xüsusi diqqət eləyin. Deməli, Roma imperiyasının ən güclü dövrü bizim eranın 1-ci və 2-ci əsridir, hansı ki, imperator Mark Trianın dövrüdür. Yəni, imperator Mark Trian dövrü Roma imperiyasının ən qüdrətli dövrüdür, ən zirvə dövrüdür. Belə ki, Mark Trian xarici siyasətdə çoxlu uğurlar əldə etmişdi, hansı ki, Dunay çayına qədər olan əraziləri işğal etmişdi. Bundan başqa İç çay arasını, Klikya, yəni ki, Kiçik Asiyanı, Ərəbistan yarımadasını və Parfiyanın paytaxtı olan Kteson şəhərini tutmuşdu. Lakin bütün Parfiyanı tuta bilməmişdi. Nə üçün? Çünki işğal etdiyi bu ərazilərdə üsyanlar olmuşdu. Mark Trianın da başı qarışmışdı o üsyanları nə etməyə? Yatırmağa. Ona görə Parfiyanın sadəcə paytaxtını tutmuşdu. Buna diqqət edin. Elə bu dövrdə Roma imperiyasının sərhədləri Atlantik okeanından İki çay arasına qədər, Nil çayından isə Böyük Britaniyaya qədər olan əraziləri əhatə edirdi. Baxın, burada baxaq. Görürsünüz? Böyük Britaniya, baxın bu üstü. Böyük Britaniyadan, baxın Atlantik okeanı, Nil çayı, görürsünüz Misirdə daxildir. Bir də ki, İki çay arasına qədər olan, baxın, böyük bir imperiyanı əhatə edirdi. Baxın buranı. Yaxşı. Deməli, uşaqlar, eramızın ilk əsrlərində Albaniyada olduğu kimi Romada da su dəyirmanlarından istifadə olunurdu. Bundan başqa Romada daxmalı qullar və kolonlar var idi. Daxmalı qullar adından da göründüyü kimi qul idilər. Yəni ki, asılı şəkildə yaşayırdılar, azad deyildilər. Amma daxma tikməyə, yəni ev tikməyə, ailə qurmağa icazələri var idi. Kiçik torpaq sahələri var idi. Buranı əkib becərə bilirdilər, əmək alətləri var idi. Amma əldə etdikləri məhsulun bir hissəsini dövlətə vergi kimi ödəyirdilər. Kolonlar isə daxmalı qullardan fərqli olaraq azad idilər. Bunların da eyni öz evləri, öz torpaqları var idi. Amma bunlar da daxmalı qullar kimi dövlətə və yaxud da ki, sahibkara nə ödəyirdilər? Vergi ödəyirdilər. Eramızın 2-ci əsrində Romada qulların öldürülməsi qadağan edildi. Bu da ki, kimin dövrünə düşür? Hansı ki, Albaniya dərsindən tanıdığımız Roma imperatoru Adrianın dövrünə düşür. Hansı ki, Adrian 2-ci əsrdə Alban hökmdarına hədiyyələr göndərmişdi. Baxın, həmin Adriandır. Digər Roma imperatoru Konstantin olmuşdu. Hansı ki, bu Konstantin 313-cü ildə Xristianlıq dinini dövlət dini elan etmişdi Romada. Hansı ki, bu Xristianlıq 1-ci əsrdə mövcud idi. Yəni, 1-ci əsrdə Xristianlıq yaranmışdı. Amma dövlət dini elan edilməsi açandı 313-də Konstantinin dövründə. Dövlət dini elan ediləndən sonra artıq xristianlara açıq şəkildə ibadət etməyə, daha sonra məbədlər tikməyə icazə verildi. Yaxşı. Bunu da biz Albaniyada görəcəyik. Albaniyada da eyni 313-cü ildə Urnayrın dövründə, Alban hökmdarı Urnayrın dövründə o da xristianlığı dövlət dini elan etmişdi. Bu da Konstantinlə Urnayrın oxşar cəhəti olacaq. 330-cu ildə isə Konstantin nə etmişdi? Bilirik ki, Roma imperiyasının paytaxtı ilə Roma şəhəridir. Konstantin isə Roma şəhərini sevmirdi. Romadan zəhləsi gedirdi. Ona görə nə etdi? Bu paytaxtı köçürtdü. Hara? Vizantiya. Vizantiya haradır? Bizans. Və yaxud da ki, digər adda öz adı ilə adlandırdığı Konstantinopol. Baxın, Konstantinopol buradır. Görürsünüz? Elə bir Romada paytaxtı hara köçürdür? Konstantinopola. Konstantinopolda məncə indiki hamımızın tanıdığı İstanbul şəhəridir. Yaxşı, baxın, Türkiyədə yerləşən indiki İstanbulda. O dövrdə nə adlandırılırdı? Konstantinopol, Vizanti və yaxud da ki, Bizans. Baxın, bura Qara dənizdir, aşağı Aralıq dənizi. Görürsünüz, ikisinin ortasında olan, baxın, Avropa ilə Asiyanı bir-birinə birləşdirən bu şəhərdir Konstantinopol. Deməli, uşaqlar, eramızın 4-cü əsrin 2-ci yarısında Roma imperiyasına barbarlar və yaxud da ki, digər adı bunların German tayfaları hücum edir. Kim idi bu German tayfaları? Hansı ki, Şərqi Avropada yaşayan
Çox vəhşi tayfalar idi. Elə bunlar hücum edəndə heç nə saxlamırdılar yer üzündə, yaxşı. Deməli, Roma imperiyasına germanların, yəni ki, barbarların yürüşü açandı eradan əvvəl 4-cü əsrin ikinci yarısında. Elə bu tayfaların Roma yürüşü nəticəsində Roma imperiyası zəifləyir və 395-ci ildə iki yerə parçalanır. Roma imperiyasının süqutu nəticəsində iki dənə dövlət yaranır. Qərbi Roma ilə Şərqi Roma. Gəlin bunu xəritə üzərində baxaq. Yenə baxın, buranı Avropanı belə iki yerə bölürük. Bura olacaq təbii ki də Qərbi Roma. Baxın, bu torpaqlar Qərbi Romaya aid idi. Qərbi Romanın da mərkəzi elə haraydı? Paytaxtı Roma şəhəri idi. Bu hissə isə olur Şərq, təbii ki də Şərqi Roma. Baxın, bu torpaqlar da Şərqi Romaya daxil idi. Şərqi Roma isə paytaxtı haraydı? Konstantinopol idi. Yaxşı. Deməli, Qərbi Romaya bir xəritədən də görürsünüz hansı ərazilər daxildir. Baxın, Afrikanın bir hissəsi, yəni Karfagen, Prenin yarımadası, yəni ki, İspaniya ərazisi, Romanın özü, baxın, burada Fransa ərazisi daxildir. Şərqi Romaya hara daxildir? Makedoniya, Yunanistan, baxın, Misir, Suriya varsa, yəni bura haradır? Asiya, Ön Asiya və burada elə Konstantinopol daxil idi. Yaxşı. Deməli, biz Şərqi Romadan danışmayacağıq. Şərqi Romanı ayrı bir dövlət kimi keçəcək. Şərqi Romanın digər adı çünki Bizansdır. Biz indi burada danışacağıq Qərbi Romadan. Yəni ki, baxın, buranı silək. Baxın, biz bu hissədən danışacağıq. Qərbi Romaya bir sıra tayfaların hücumları olmuşdu. Onlardan da biri Vandal tayfaları idi. Hansı ki, Vandallar kim idi? Germanların bir qolu idi bu Vandallar. Vəhşi tayfaları idilər. Romaya dəfələrlə yürüş etmişdilər. Deməli, onların yürüşü olmuşdu bir 5-ci əsrin əvvəllərində. Bir 455-də olmuşdular. Gəlmişlər Roma şəhərini dağıtmışdılar. Bir də ki, bu Vandal tayfaların hücumları olacaq. Bir dəqiqə. 476-da, hansı ki artıq 476-da Vandalların hücumu nəticəsində Qərbi Roma imperiyası nə olacaq? Süqut edəcəkdir. Deməli, Qərbi Roma imperiyası açan süqut edib 5-ci əsrdə. Nə üçün? Vandal yürüşlərin nəticəsində. Qərbi Roma imperiyasının süqutu nəticəsində uşaqlar, bura xüsusi diqqət edin. Avropada, yəni ki, baxın, bu Qərbi Avropada quldarlıq quruluşu dağılacaq, yerində nə yaranacaq? Feodalizm. Həmçinin də qədim dövr başa çatacaq yenə Qərbi Avropada. Hansı dövr başlayacaq? Orta əsrlər dövrü başlayacaq. Yaxşı. Bundan başqa Qərbi Romaya həmçinin də 451, 452-ci illərdə Hun tayfaları da hücum etmişdi. Hansı ki tanıyarsınız Attila. Baxın, Attilanın hücumu da olmuşdu bura. Yaxşı. Bu da belə. Burada mədəniyyətdə nəyə fikir verin? Baxın, mədəniyyətdə Romaya əbədi qızıl şəhər və yaxud da ki, boş şəhər deyirdilər. Roma poeziyasının qızıl dövrü olmuşdu. Eramızın, daha doğrusu eradan əvvəl 1-ci əsr, bizim eranın 1-ci əsri və buradakı Vergili var idi, Böyük Plini var idi, Tit Livi var idi. Bunlar hansı ki, bu dövrün elm və sənət sahəsinin xadimləri idilər. Məsələn, Təbrid tarix əsəri Böyük Pliniyə aid idi, Enediya əsəri Vergiliyə aid idi. Yaxşı. Bundan başqa Roma təqviminin əsası eradan əvvəl 753-cü ildə, yəni ki, Roma şəhərinin salınması ilə başlayır. Bu da bizə nəyi xatırladır? Yunanistanı. Yunanistanda da təqvim 776-da başlamışdı Olimpiya oyunlarına. Demək, ikisinin oxşar cəhəti nədir? Eradan əvvəl 8-ci əsrdə burada həm Romada, həm Yunanistanda təqvim yaranmışdı. Romalılar Latın dilindən istifadə edirdilər, Latın əlifbasından, buna diqqət edin. Bir də ki, Romalılar ilk dəfə nəyi ixtira etmişdilər? Betonu kəşf etmişdilər. Xristianlıqdan danışdım. Birinci Romada çox tanrılıq olub. Digər dövlətlərdə olduğu kimi baş tanrı olub Romada Yupiter. Daha sonra isə bizim eranın 1-ci əsrində xristianlıq yaranıb Romada. 313-cü ildə isə xristianlıq dövlətliyi elan olunub. Yaxşı. Daha sonra Romadakı abidələrə baxaq. Birinci Koliseydir. Kolisey teatrda, amfiteatr idi. Burada gladiator döyüşləri keçirilirdi. İkinci Panteon məbədi idi. Baxın, bu T hərfi ilə yadda saxlayın. Panteon İtaliyanın T-sı, yəni Romaya aiddir. Parfeon isə F hərfi ilə Afinanın F-sı, Yunanistana aid idi. Sonra burada var idi Zəfər tağı var idi, sirk meydanı var idi. Bir də ki, Mark Trianın şərəfinə ucaldılmış sütun var idi. Yaxşı.